42-ci sualla devam edirik. Bu da bir işlem sualıdır. Baxın, 7 ilə 25-dən nəyi almış? 24-ü almış. 6 ilə 18-dən 18-i almış. Bu bizə bir şey deməli. 9 ilə 23-dən daha böyük ədəd almış. Demək ki, daha böyük bir işlem, yəni rəqəmlər daha böyük olacaq. Onun üçün baxırıq. Mən 7-yi kvadrata yüksəltsəm, 49 edər. 49 ilə 25-dən neynəsəm? 24 alırım. Çıxsam alınır mı? Baxıram. 25'i çıxsam 24 alınır. Baxıram ikinci. 6'nın kvadratı 36. 36'dan 18 çıxınca 18 edərmiş. Ödüyür. Üçüncüyə baxıram. Yenə bayaq dediyim kimi böyük rəqəm almış. 9'un kvadratı 81. 81'dən 23'ü çıxırsam edir 58. Demək ki ödədi. Üçündə ödədiysə sonuncuya baxırıq. 5'in kvadratı 25. 25'dən 12'yi çıxarsam 13 edər. Variantlara baxırıq. B variantı olaraq işarət edirik.